Dostlar salam. Deməli bizdə sistem polad borulardan yığılıb, istilik sistemi. Qazanı qorunmaq üçün bura ADİ-nin maqnitli filtrini qoymuşuq. Bu filtr sistemdə olan bütün maqnitli metal hissəcikləri öz üzərində saxlayır. Yəni bu filtr onları saxlamaya bilər. Ona görə də biz belə bir filtr qoymuşuq. Sistemi işə salmışıq. Sistem hal-hazırda işlək vəziyyətdədir. Görə bilərsiniz ki, nasoslar işləyir. Bir müddət sonra açıb ona baxacağıq ki, nə vəziyyətdədir. Dostlar, filtr üst-üstə yarım saat işlədi. Açıb bir yerdə baxırıq vəziyyətə. Çıxartmışam, hələ suyu da içindədir. Rəngini də görürsünüz. Qoyuruq bura. Baxın. Görürsünüz, bu hamısı çirkdir. Yəni, əlimlə də götürüb. Görürsünüz. Maqnitdən ayırdım onu. Bax, bu maqnit tərtəmiz. Qoyuruq bura. Aparıq bunu suyun altında yuyuruq. Dostlar, qeyd etmək istəyirəm ki, bizim burada çəp filtrimiz var da. Yəni o çəp filtr həmin maqniti saxlaya bilmir. Ona görə də o ancaq iri hissəcikləri saxlaya bilər. Məsəl üçün teflon ip, tangit, yəni bax bu ipin qalıqlarını saxlaya bilər, amma maqniti saxlaya bilmir. Ona görə də sistemlərinizdə polad varsa, qara metal varsa, məsləhətdir ki, maqnitli filtr quraşdırasınız və qazanlarınızı və ümumiyyətlə bütün sistemi qorumuş olasınız.